Xoş gördük əziz dinləyicilər. Bu günlərdə Rusiyadan bilirsiniz ki, həmişə Azərbaycana qarşı, bütün qonşularına qarşı iyrənc tələblər vardı, həyasız tələblər vardı. Bu dəfə də bu tələb müttəfiqimiz Rusiya prezidentinin köməkçisi Vladimir Medinskidən gəlir. Vladimir Medinski belə bir məsələni ortaya qoyub ki, Azərbaycan, bizim müttəfiqimiz olaraq Azərbaycan, Krımı, Donbası və digər əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Baxın, bu həyasızlıqlar nəyə görədir? Düzdür, Azərbaycan da gedib belə bir həyasız dövlətlə strateji, necə deyərlər, dost olub, müttəfiq olub. Əlbəttə ki, belə strateji müttəfiqimiz olduqda, o strateji müttəfiqimiz də güc heç kəsə çatmır və Azərbaycanı da necə görürsə, hansı gözlə görürsə və tələb qoyur. Əslində qalsa bu Rusiya prezidentinin köməkçisinin Medinskinin bu sözləri birbaşa Rusiya prezidentinin sözləridir. Məsələn, o əvvəllər də Qarabağın tanınmaması barəsində vuruşurdu. 2 rayonu biz tanımayacaqdıq, gələcək nəsillərə buraxacaqdıq. Bax, biz belə bir müttəfiqlə danışırıq ki, o müttəfiq başdan ayağa necə də düşməndir və ondan heç vaxt müttəfiq ola bilməz. Və bu günlərdə də Azərbaycanda Rusiya, Azərbaycan prezidentinin Avropada, Avropa İttifaqının Rusiya barəsindəki sammitinə cavab olaraq Azərbaycanda gəldi və sammit keçirdi. Avropa təhlükəsinə qarşı. Bizimkilər buna yer açdılar, yol açdılar. Bundan işin yoxdur. Yəqin ki, bu da bir siyasi xoddur. Hələ ki, Azərbaycan balans saxlamağa çalışır. Amma onu demək istəyirəm ki, cənab vətəndaşlarımız, əziz vətəndaşlarımız, Rusiya belə bir alçaq dövlətdir və Rusiya belə bir şovinistdir. Bu şovinist indi bizdən tələb edir ki, mənim strateji müttəfiqimsənsə, belə tanıyıram. Bu birinci bir məsələ. Əlbəttə ki, bu həyasızlıqdır. Azərbaycan bu barədə öz torpaqlarından əziyyət çəkmiş, işğaldan əziyyət çəkmiş bir millət olaraq, bir dövlət olaraq həmişə Ukraynanın yanında olmalıdır və Ukraynanın yanındadır və Rusiya nəyin bahasına olursa olsun bu günləri heç kəsə dünyada gücü çatmır, amma Azərbaycana bunu eləyə bilir. Əlbəttə ki, biz Rusiyanın məhv olmasını və zəifləməsini tam sürətdə istəyirik, çünki bu bizim təhlükəsizlik xeyrimizədir. İkinci bir məsələ isə bu günləri Ukraynanın ciddi qüvvələri və aviasiyası Hammerlərlə demək olar ki, Rusiyanın cənub istiqamətində böyük bir bazaya zərbə endirir. Bilirsiniz ki, bu 2-3 gün ərzində şiddətli döyüşlər gedir Ukrayna və Rusiya arasında. Rusiya Sumi istiqamətində düzdür, özü də çox şişirdərək bunu reklam etdi, amma orada da necə də ağzının payını aldı, Su-35'lər vuruldu. Amma bu günləri isə Ukrayna böyük bir həmlə edərək Rusiyanın cənub istiqamətindəki böyük bir hərbi sursat bazasını məhv edib və bunun üçün Fransanın ona verdiyi silahlardan istifadə edib və bu kadrları da artıq bütün dünya ictimaiyyətinə yayıb. Yəni bu günlərdə məhz Ukraynanın o vacib olan həmlələrindən sonra hələ də bu strateji uğur, hələ də bu taktiki, strateji və ciddi uğurlar davam edir. Rusiya hər gün əzilməyə davam edir, amma onun da acığını Rusiya nədən çıxır? Yenə də şəhərlərdən, yenə də Kiyevi vurmaqla, Xarkovu vurmaqla, yalnız insanlara terror etməklə acığını çıxır ki, bu da mümkün deyil. Bunun arxasında Rusiya gətirə bilməyəcək. Sivil insanları öldürmək bütün dünya ictimaiyyətini biraz da təmərküzləşdirir, biraz da möhkəmləndirir. Yəni bu Ukraynanın uğurlarını qarşısına ala bilməyəcək. Ukraynanın zərbəsi yalnız və yalnız hərbi hədəflərədir ki, artıq Rusiyanın həqiqətən bu 3-4 gün ərzində bütün hərbi hədəfləri demək olar ki, legitim olaraq məhv edilmiş oldu. Təşəkkür edirəm diqqətinizə görə.